Salam əziz şagirdlər. Bugün deməli sınaq 11, 10-cu 11-ci siniflər üçün 22 noyabr 2025-ci il tarixdə keçdiyim sınağın izahını sizə təqdim etmək istəyirəm. Sualların səviyyəsi orta hasant qiymətləndirə bilərəm. Çox çətin suallar olmayıb. Amma bundan əvvəlki sınaq təbii ki, bir çətin olmuşdu. Yəni o baxımdan nəticələr bu dəfə daha çox yüksəyə qalxıb, təbii ki, zəif olan şagirdlər heç bir nəticəsini qaldırmaq əvəzinə aşağı salıblar. Bunlar da şagirdlərin özündən, birbaşa özündən asılıdır. Vaxt itirmədən keçək sualların izahına. Çox asandır uşaqlar. İndi çəkdiyinizə baxacaqsınız ki, həqiqətən asan idi. Yalnız qayda bilməliydik. O qaydanı da bilib tətbiqə keçmək lazımdır. Deməli bu çevrədir. Çevrənin xaricində olan nöqtə bu nöqtədir. Xaricində olan nöqtədən çevrəyə yalnız və yalnız 2 dənə toxunan çəkmək olar. Bir belə, bir dənə də belə bir toxunan çəkmək olar. Belə bir toxunan çəkmək olar. Yəni çevrənin xaricindən çevrəyə yalnız və yalnız 2 toxunan çəkmək olar. Cavab o baxımdan A bəndi çıxmışdır. Radiusu 2 olan, deməli 2 dənə yazaq. Radiusu 12 olan, radius 12-dir. Alfa 45-dir. Deməli, mərkəzi bucağa uyğun qövsün uzunluğunu tapın. L bərabərdir pi r alfa bölünsün 180-ə. Pi r neçədir? Radius neçədir? 12. Alfa da 45. Bölünsün 180-ə. 45-dən 180 xısa gedir. 1, 4 alınacaq. 4-dən də 12 xısa gedəcək 3. Cavab olacaq 3 pi. Cavab B bəndi. Deməli, uşaqlar 2x minus 3 bir dəfə 5 olacaq. Bir dəfə də 2x minus 3 bir dəfə də mənfi 5 götürüb həll edəcəm. Modul tənliyi də belədir. Həmişə bir dəfə müsbət götürüb, bir dəfə mənfi götürüb işləyəcəksən. 2x bərabərdir 8-ə, x də bərabərdir 8-i 2-yə böləndə 4 alınacaq. Bu birinci həll. İkinci həll. Deməli 2x bərabərdir mənfi 5 plus 3. 2x bərabərdir deməli mənfi 2-yə, x də bərabərdir mənfi 2-ni 2-yə böləndə mənfi 1. Köklərin hasil deyib, bir dənəsini 4 tapmışam, bir dənəsini mənfi 1. O baxımdan mənfi 4 deyəcək. Cavab B bəndi. Şurada sual hasandı idi. Amma çoxdan bunda yanlışlıq yarada bilər, amma çox da ölümcül sual deyildi. Baxın. Belə xətt seçdim. Bu 3-dür. Bu da onun hündürlüyü olacaq. Zaten hündürlüyü demişə bu. 90 qoyulub çünki. Bu da 12-dir. Bax, düz bucaq təpəsindən çəkilmiş hündürlüyünü düzsürüm. H kvadratı bərabərdir 3 vurma 12-yə. H-ın kvadratı bərabərdir 36-ya. H də bərabərdir 6-ya. Elə bu hündürlük neçədir? 6-dır. Kvadrat olduğu üçün uşaqlar bütün tərəflərdə eynidir axı. Bu 15-dirsə deməli bu da 15. Bax bu 15-dir. 12-ni 3 toplayanda 15. 15-dirsə bu da 15-dir. 15-in bu 6-sı var. 15-dən 6-nı çıxanda olacaq 9. Cavab C bəndi. Sadə bərabərsizlik 2x böyükdür 3 plus 5 8, yəni x də böyükdür 4-dən. Əgər belə daxil olmasa 4 müsbət sonsuz olacaq. Cavab A bəndi. Daxil olsaydı B bəndi olacaqdı. Fiqurların deyibki fərqi 30 dərəcə olan iki qonşu bucağın böyüyünü tapın. Alfa çıxılsın beta 30-dur. Alfa plus beta 180-dir. Tərəf-tərəfə toplayıram. 2 alfa. Bu beta ilə silah getdi. 180-dən 30-u toplayanda 210. Alfa bərabərdir 105. Böyüyünü tapın deyəndə 105 olacaq. Kiçik desəydi 180-dən 105-i çıxacaqdım 75 olacaqdı. Cavab 75 olacaq bunda. Əgər kiçik desəydi böyüyün deyib də 105 olacaq. Mənfi 2-nin kubu mənfi 8. Mənfi 2-dən müsbət 2 çıxır moduldan. Bu da müsbət 4. Toplayanda müsbət 8. Çıxılsın. Mənfi 3-ün kvadratı 9. Plus 9. Minus 27. Bu mənfi 8-ə müsbət 8 7. 9-dan 27 çıxanda mənfi 18. Əlində neçə yüzlük var? Yüzlük deyəndə uşaqlar
2 dənəsi silirsən. 2 dənə ədədin silirsən. Yüzdə çünki 2 dənə ədəd var axı. O baxımdan 567 olacaq. 567. Cavab C bəndi. Bunu 12 tam deməli 9-a A yazsın. Bunu yazsın. Deməli onu 37-ni 3-ə böləndə 12 tam 3-də 1. Bunu məxrəcə 12 ilə artırın. Deməli tənasüb şəkildə edim. 3A, bax 3A-ya verirəm 3A bərabərdir 9-a, A da bərabərdir 9-u 3-ə böləndə 3. Belə. Keçdik növbəti suala. Bu paralellik şərti verilib uşaqlar. Bu 80-dırsa, deməli bu da 80-dır. 80. Bu 80-in qonşusunu taparam. 100. 130. 130. Bunu da tapanda 130 toplayanda. Deməli 130. 180-dən 130 çıxanda 50. İndi baxmışsınız 50 olduqca 50 yazmışsınız. Amma məsələn o versəydim ki 110, onun cavabı götürərdiniz, toplayardınız yəni. Bunu açardım uşaqlar. Yəni açaram. X minus 4 minus 2 x plus 2. X-də zaten ixtisar gedir də. Bu ixtisarlar gedə bilər. Amma sən heç vaxt bu ixtisar, bununla bunu ixtisar edə bilməzsən. X plus 2-yə. Bunlar da ixtisar getdi. Qaldı x minus 2. Bunun 11 yazanlar yazıqsınız. Niyə? Çünki bu əsas sadə ədəd deyil. Sadə ədəd olmadığı üçün 2 vurma 3 üstündə 10. 2 üstündə 10 vurma 3 üstündə 10. 2 üstündə 10. İndi bunun natural bölünən sayını tapanda, nöbəsini tapanda olacaq 10 plus 1 10 plus 1. Bu da olacaq 11 vurma 11 121. Belə. 6-nın 3-ə nisbəti, buna x desəm, 8-in tənbilən xassəsi də 6-nın 3-ə nisbəti, x-in 4-ə nisbətinə bərabərdir. 3x bərabərdir 24-ə, 24, x-də bərabərdir 24, 3-ə böləndə 8. Bu oldu 8. Bu tənbilənin tapılması. Tənbilənin tapılma düsturu belə. T bərabərdir. Kök altında 6 vurma 8 çıxılsın 3 vurma 4. Bu da olacaq kök altında 48 çıxılsın 12. Bu da olacaq kök altında 36. 36-dan da 6 çıxacaq. Cavab 6. Birini tapdım 8. Bizdən B-sini istəyib 8. B-də də 6. 8-in də 6-ını toplayanda 14 eləyəcək. Uşaqlar, bu şəkildə olanda, bu şəkildə deməli nə dedim mən sizə? Dedim ki 12 yazarım 3 vurma 4 kimi. 4 bu da böyük vəruqdur axı. Çıxma olsaydı 3 olacaqdı. Böyük vəruq olduğu üçün 4 yazaq. Tənbilən xassəsinə uyğun olaraq bu 9 yazıb. Mən onda niyə cəb çıxma qoymuşam? Bu uşağa bir dənə çox kimi burada ballarda eləməmişəm, düzgün yazmamışam. Amma burada toplama olmalıdır. 9 kimi oxumamışam onu da mən bura. 9 yazıb, əslində düz yazıb. Neçə bal toplamışdım? 18 tam 121 onda. Belə. Amma mən nəzər almamışam, nəzər alaram. Deməli, uşaqlar, bu 4-ün ümumi olan hasılı, 9 olan hasılı. 3-ün x plus 3 olan hasılı. 4 9-un olacaq indi. Yuxarıdan yazıram. X-i 3x-ə verəndə 3x, 3-3-ə verəndə 9 bərabərdir 36-ya. 3x bərabərdir 36-dan 9 çıxanda 27-yə. X-də bərabərdir 27-ni 3-ə böləndə 9-a. 9 olmalıdır. Aşağıdakı təşkilatın hissəsi doğrudur. Aksiom doğrudur, düzləri deyib. Aksiom isbatsız qəbul olunur, tərəzi təşkil edir, düzdür. Əkob abi vermə əbob abi, A vermə B-dir. Bu da düzdür. 2 dənəsə düz. Deyib ki, yüzlü deyəndə 2 dənə sözdən xətt çəkirsən. Yəni 123 olmalıdır, bu səhvdir. Ondan sonra çevirən uzunluğu belə deyil, qövsün uzunluqdur uşaqlar bu. Qövsün uzunluqdur. Sonra bunu da sildik. Üçbucağın A tərəfinə çəkilmiş median deyil uşaqlar. Bu da desən. Valla bu da
Səhvimizə düzdür. Onda baxarıq bir dənə. Üstüzanın A tərəfinə çəkilmiş median MA 2B kvadratı plus 2A kvadratı çıxılsın C kvadratı üstündən. Belə deyil uşaqlar. A tərəfinə çəkilmiş, bu da çıxılsın A kvadratı sonda olur. Yəni bu hansı tərəfə çəkilirsə bunun ikisi olmur və çıxır sonuna. Bu da düzgün deyil. İrrasional ədəddir. İrrasional ədəddir. Düzdür. Bunu da seçirəm. Ondan sonra bu düstur, belə bir düstur yoxdur. Bu kvadrat plusun düsturudur. Belə bir düstur var. Belə bir düstur var. 120 bunu sadə bilən düzdür. Belə bir düstur mövcuddur. Bir nöqtədən sonsuz sayda. 1, 2, 3, 4, 5, 6, 7 almalıdır. Yəni, altdan yazıb desək götürmüşəm. Deməli, uşaqlar, sonsuz sayda kök o deməkdir ki, məsələn deyirəm, AX plus bərabərdir 5 şəklində olan tənlikdə, əgər sonsuz sayda həlli varsa, x-i 0 götürməliyim, əmsalda 0 götürməliyim, bir də bunu 0 götürməliyim. Yəni, A üstə gəlsin 2 bərabərdir 0-a, A olacaq -2. Bu birinci həll. B plus 3 bərabərdir 0-a, B də bərabərdir -3. Belə. İndi A-dan B-nin hasilini tap. -2 vurma -3. Deyirsək 6. Baxın uşaqlar, 3 üstü 4 ədədi 81-dir. 81 vurma 10 üstü 5. Qiymətli isə 81-i götürə bilmərəm. Çünki 0-dan 1-in arasını, 10-un arasını eləşmir. O baxımdan yazaram 8,1 vurma 10 üstü 1, bu 10 üstü 5'dir. Bir dənə də vurma 10 üstü 5. 8,1 vurma 10 üstü 6. 8,1 qiymətli hissədir. Deməli uşaqlar, bunu sadələşdirək. Həlli tələb olunan suallar daha geniş yazmalı yox. Biraz tez-tez işləmək lazımdır həlli tələb olunan sualları. 9-da 12. Bu belə. Bu da olacaq 99-da 31 plus 99-da 35. Bu da isə 99-da 66. Bunlar bölən zaman eləyəcək. Deməli 99-da 12. Bunlar toplayında 66. İxtisar edəsəm, burada 6, bu da 9 alınacaq. 9, 6 alınacaq. Bu da tərsini çeviriləcək 6-da 9. İxtisar edəsəm 2, bu 1, eləyəcək 2. Bunun qiymətini deyib hesablayıb A desək. Deməli A neçəymiş? 2. Bunu tapdıq. Deməli 2 vurma 2 plus 43. Deməli 2, 2, 4. 4 üstü 43 gələndə 47. Belə. Deyib ki, sadə bölənlərin cəmini tapın. Uşaqlar, 47-nin üzrə sadə bölən var da. Yazırsan ki, cavab bir dənə cavabı 47-dir. Elə cəmi də 47 olacaq da. Uşaqlar, əgər bir tərəfə sökülən bucaqlar varsa, bir tərəfə qonşu olan bucaqlarında cəmi 180 dərəcədir. Bir tərəfə sökülən bucaqların tənbələnə bir nöqtə kəsişirsə, bu həmişə 90-dır. 90. Bu 2, bu 2 kök altında 2-dirsə, 2 kök altında 3, bu 2-dirsə, bu 4 olacaq. Niyə müəllim? Çünki 30-60 bucağını nəzərdə tut da. Bu 30-un qarşısında dayanan tərəf 2-dirsə, 60-ın qarşısında dayanan tərəf onun kök altında 3 misli olur. Hipotenuz isə 30-un qarşısında dayanan tərəfin 2 misli olacaq, 4 olacaq. Belə bir median çəkirsən, bu median isə uşaqlar, bu median isə bu tərəfdən paraleldir. Bunu nə qədər tapsam, onu deməli o deyil. Düz bucaq təpəsindən çəkilmişdir median. İndi bunu mən sözlə elə bəzəyib yazarım. Siz özünüz sözlə bəzəyib yazmalısınız. Düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Bu mediandırsa, yəni median bərabərdir, m bərabərdir, hipotenuz bölünsün 2. Deməli 4-dürsə bu 2-dir. Deməli bu tərəflər necədir? 2-dir. Başqa yollardan uşaqlar işləyənlər var. Yəni əla işləyiblər də, mən o yolu demirəm. Perimetrin tabanı. İndi perimetrin nə var ki tapmaq? P bərabərdir 2 vurma 2 vurma, deməli o olacaq, deməli 2 vurma mörtəzədə 4 plus 2. Bu da olacaq 2 vurma 4-dən 2-ni toplayanda 6 eləcək 12. Cavab 12 olacaq. İndi deməli başqasına baxaq. Başqa olanda deməli bunu necə işləyəcəyik? Uşaqlar, bu nəyinsə asılışıdır. X minus 3, x minus 2. X minus 2. Deməli bu da olacaq x minus 3, x minus 5. Bu asılışıdır. Niyə müəllim? Çünki bu ola bilər ki, bu ola bilər ki. Bu bilirsiniz ki, uşaqlar nəyin asılışıdır? Deməli sizə deyim ki, bu olacaq toplayanda 5 eləsin.
vəranda 6 eləsin. 2, 3 və 2-dən 3-dür də. Toplayanda 8 eləsin, vəranda 15 eləsin. Bu da 3-dən 5-dir. İndi bu da açılışdır da. X minus 5, x plus 5. X plus 5. X minus 3, x minus 2. Minus 2. X minus 3'lər ixtisar getdi. X minus 5'lər ixtisar getdi. Ondan sonra x minus 2'lər ixtisar getdi. Qaldı x plus 5. X plus 5. Və x minus 3. Belə. Bununla tam tuta bilərsiniz. Yenə etdiyim kimi bu biraz sizə çətin olur. Bu asan idi. Bu zaten özü verilmişdi. Sizə çətinliyi hansı yaşadı zaten? Bir dənə çətinliyi yaşadan bu bilmirsiniz ki hansı ədədlərdir. Lap x kvadratı minus 5x plus 6. Bunu siz kimi də aça bilərsiniz. Kvadrat ədədini kimi köklərini də tapıb işləyə bilərsiniz. O da ola bilər yəni. Keçək növbəti suala. Deyib ki 234 ədədinin 2, 3, 4 nisbətində düz mütənsib hissəyə bölüblər. Deməli 2k, 3k, 4k. Cəmi 234. 2k plus 3k plus 4k bərabərdir 234. 5, 9k 234'dür. K'nı da tapanda elədir 18. Yoxsa? Gəlin böləyin 234'ü bölək 9'a. Baxaq namımıza başımıza nə gələcək? 2 dəfə 2 9'um yox 26. 26. Deyib ki, düz mütənsib hissəyə bölündə ən kiçik ədəd. Ən kiçik ədəd bu 26 vəranda 52 alınacaq. Bu ədədlər isə 78 alınacaq. 4 28'ə vəranda 102 də alınacaq. Ən kiçik ədəd 52'dir. Deməli A 52'dir. Deyib A ilə ən kiçik ədədi A ilə işarələ. Tərs mütənasib deyəndə 2'də 1 K plus 3'də 1 K plus 4'də 1 K. Bu deyiləcək 234. Deməli, buna eyni məxsə getirsəm, bunu 6'ya, bunu 4'ə, bunu da 3'ə. Olacaq 12'də 6K. Üstə gəlsin 4K, üstə gəlsin 3K. 3K bərabərdir 234. 10, 10. Deməli, 10, 13, 13K, 13K bölünsün 12 bərabərdir 234. K'nı tapanda 234'ü böləcəm 13'də 12'yə tərsini çevriləcək. K olacaq 12 vurma 18. Belə bir ifadə olacaq. Bunu verib cavabı tapa bilərəm. Yəni, lap hesablayaq. 18'də 12'yə verək. 18 vurma 12, 2, 8, 16, 6, 1 yadda. 36, 1, 8'in 8, 1, 1'in 1. Toplayanda 6, 1, 216. 216 budur. Deyib ən kiçik ədəd. Ən kiçik ədəd olması 4'də 1 K olmalıdır. Yəni olacaq 4'də 1 K. Yəni 216 bu da. Bu da olacaq 54. Deməli B'si isə 54. Deyib kiçik ədəd 54. İndi deyib ki A'dan da B cəmini tapan. 54'dən 52'ni toplayanda olacaq 106. Cavab 106 olmalıdır. Çox sadə uşaqlar sualdır. Çətin deyil yəni. Dəqiqə və saat rəqəminin arasında qalan bir də bu cavab var. 11 dəqiqə çıxılsın 60 saat bölünsün 2'yə. Deməli bu da uşaqların düsürdür, hazır düsürdür. Amma 14-20 olanda bunu axşam saatının 14-20 nə deməkdir? 12-20. Axşam saatını ifadə edəcəm. Dəqiqəmiz neçədir? 20 dəqiqədir. Saatımız isə budur. 11 vurma 20 çıxılsın 60 vurma saatda 2 saat. 2 saat. İndi modulda hesablarım. Çünki mənfi də anlaşılır ola bilər. Deməli bu da olacaq uşaqlar. 220 çıxılsın 120 bölünsün 2'yə. 220'dən 120 çıxanda 100, 2'də böləndə 50. 50 dərəcəymiş onu deməli. Bu asan sual idi. 64 yazaram. 8'in kvadratının üstü 2'də 1. 64 yazaram. Bu 3-cü dərəcədən. Əslində bu 3-cü dərəcədən mənfi 4'ün kubudur. Mənfi 4'ün kubudur. 64 yazaram. Belə deyək də 6-cı dərəcədən 64 206'dır. Gəlin baxaq. 8'i vuracam. 8 üstündə 2 vurma 2'də 1. Bu 4'dən bu getdi.
alındı. Üstə gəlsin -4. Üstə gəlinsin 6-cı dərəcədən bunda gedəndə modulda, üstə gəlsin modulda 2. Elə bil bu 6-cı dərəcədən modul gedir. Bir alınacaq. 2. Deməli bunu ixtisar edəndə oldu 8. Üst çıxılsın 4. Plusla mənfi çıxılsın 4. Plus 2. 8-in 4 çıxın 4. 4 üstə 2-nin də 6. Belə. Biraz nisbətən sizə çətin gələ biləcək sual bu sual idi. Amma çətin deyil əslində. Deyib bu, baxın, 2-nin kvadratını n-ə böləndə bölünür. 5 n-ə böləndə bölünür. 12 n-ə bölünməlidir. 12 n-ə bölünən bir ədəd olmalıdır. 12 bölünən bir ədədlər 1, 2-dir, 3-dür. Sonra, ondan sonra nədir? 4-dür, 6-dır, 12-dir. Bir çoxluğu isə 18-ə bölünədir. Naturallər olmalıdır. 1, 2, 2. Ondan sonra 3, 4 olmayacaq. 6, 9, 10, 8. Ortalı hansılardır uşaqlar? İkisində də olan. 1, ondan sonra 2-lər, ondan sonra 3-lər, ondan sonra 6-lar. Ortağa kəsişməsin bu hissəyə yazılır da. 1, 2, 6 varsa Q neçədir? 3. Deməli tapdım Q-nü 3. Belə. Q-nü tapdım. Ortaq olmayanlar. Bax, A-da olub B-də olmayan hansıdır? 4 də 12-dir. 4 varsa P neçəymiş onda? P də 12-ymiş. P-ni də tapdım. Deməli ondan sonra P-ni də tapdım. B-də olub A-da olmayan. B-də olub A-da olmayan. 18 var, bir dənə 9 yoxdur. Deməli K neçəymiş? O da K da olacaq. Deməli 18 var, 9 yoxdur. Bunu toplayanda 3 plus 12 plus 9. Toplayanda da olacaq, deməli 15 üstünə 9 yəni 24. Belə. Bu adı və onun kəsr ilə çoxluğun birləşmiş bir sualdır. Sağ olun, salamat qalın. Sualda, sınavdakı suallar çox asan idi. Siz yəni bacara bilmirsiniz. Düzün danışaq. Əgər çətin olsa 96 bal toplayan olmaz. Görürsünüz, onda asan da olub ki 96 bal toplayan olub. Yəni, su kimi suallar düşüb, xahiş edirəm hamı baxsın, bəhanə axtarmayın və yalnız işləyin. Sağ olun, salamat qalın.